billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve senâhu lillahi rabbil alemin. Ve salatu ve selamu ala cemi'il enbiyai vel mursalin vel evsiyâ. La siyyama khâtemil enbiya ve khâtemil evsiyâ. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. اَلَّذ۪ينَ بَذَلُوا مُهَجَّهُمْ دُونَ الْحُسَيْنِ aleyhisselam. Allah Teala insanları ki yaradıb və dünənlər də bəhs elədik ki, insanlar əsasən iki yerə bölünürlər. Allaha sadiq insanlar, Allahın yolu ilə gedən insanlar və Allahın yolu ilə getməyən insanlar. Bunlar da iki cürdür. Bir qismi açıq-aşkar bəyan eləyir getmədiyi yolu ki, onlara kafir deyirlər. Bir qismi də qəlblərində onu saxlayır. Zahirdə onu bildirməsə də qəlblərində onu saxlayır. Və tarix boyu baxanda görürük ki, möminlər həmişə təzyiq altında olublar. Və bu da ona görədir ki, qüdrət, zor işlətmək və günahlara yapışmaq və haram yollarla pul qazanmaq, bunlar qarşı tərəfin, yəni möminlərdən qeyrilərinin tarix boyu qüdrətlənməsinə, zahiri qüdrətlənməsinə gətirib çıxarıb və bunun da nəticəsində görürük ki, hər bir Peyğəmbərin dövrünə baxanda, bəhs eləyəndə görürük ki, həmin dövrdə möminlər nə qədər əziyyətlər çəkiblər, nə qədər kütləvi şəkildə möminlərin öldürülməsi baş verib. Və Quran-ı Kərimdə də ayələr var. Məsələn, Quran-ı Kərim Əshab-ül Uxdud deyilən qəziyyəni bəhs eləyir. Yəni, o adamlar ki, Quran buyur ki, onlar bir gündə nə qədər möminləri bir yerə atdılar və onları orada yandırdılar. Və yandırdıqları halda da onlara baxıb, ondan həzz alırdılar möminlərin odlanmasından, möminlərin yanmasından. Və bu hadisədə tarixdə hərçənd ki, bəziləri deyiblər ki, məsələn, bu Yəməndə olub, o vaxtda Zunuvas adındakı padşah, Yahudi padşahı orada hakim olmuşdu. O, insanları bu şəkildə yandırıb. Amma bu, tək o hadisə deyir, tarixə baxanda, tarixə araşdıranda görür ki, belə bir hadisə Həbəşədə də baş verib, buna bənzər bir hadisə Şamda da baş verib. Yəni, müxtəlif şəkildə. İndi söhbət budur ki, hər zaman insan təbiidir, bunu fikirləşir birinci ki, olmaya bunlar dini yer üzündən təmiz kəsərlər. Bu mümkündürmü? Bunlar dini təmiz yer üzündən kəssinlər. Və yaxud da möminlərin bir qıraqda qalması, münafiqlərin hakimiyyətə gəlməsi, necə ki, Peyğəmbərin vəfatından sonra bu baş verdi, bunlar olmaya möminlər arasında parçalanma yaradalar, möminləri həmişəlik pərakəndə salalar. Bununla əlaqədə Allah Teala əvvəldən Allah Teala'nın ki, bütün işləri hikmət üzündəndir. Allah Teala elə bir yol qərar verib ki, möminlər xüsusi bir rəhbər olmadan belə özlərini qoruyub saxlaya bilərlər. Özlərini formalaşdıra bilərlər. Yəni, deyir ki, İmam Hüseyin əleyhissalamın məktəbi bir böyük bir məktəbdir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, la yudrəs, heç kim bu məktəbi oxuyub qurtara bilməz. Bu məktəbi oxumaq üçün, bu məktəbə gedmək üçün heç kimdən icazə almaq lazım deyil. İmtahan vermək lazım deyil. Yaş həddi orada yoxdur, sinif həddi yoxdur, təbəqə həddi yoxdur, cins həddi yoxdur. Bu məktəblər azad və hamı üçün qapısı açıq olan bir məktəblərdir. Yəni, ikinci belə bir məktəb dünyada yoxdur.
Yəni Allah Taala'nın bütün işləri elə hikmət üzündən qurulub ki, insanları birliyə, vəhdətə, möminləri birliyə, vəhdətə dəvət eləyib və mömin olmayanların, möminlərin içinə girməyə, bunları dağıtmağa yollar bağlıdır. Bu yollar da Allah Taala tərəfindən bağlanılıb. Bu meyarların insanın yetişməsi, kamala çatması üçün və müsəlmanın möhkəmliyi üçün Allah Taala'nın çoxlu hikmətləri var və onlardan biri namazdır. Namaz Allah Taala'nın ən böyük hikmətlərindəndir və Peyğəmbərdən gözəl bir hədis var, buyurur ki, birinci şey ki, qiyamət günündə insandan soruşulacaq namazdır. Əgər namaz qəbul olsa, o biri əməllər də qəbul olacaq. Əgər namaz qəbul olmasa, o biri əməllər də qəbul olmayacaq. İnsan namaz qılanda, əgər namazını vaxtında qılarsa, onun şəraitinə, şərtlərinə riayət eləyərsə, həmin namaz nur şəklində, ağ nur şəklində göyə qalxacaq və o səmada təmtəraqla qarşılanacaq və o öz sahibinə deyəcək, Allah sənin üzünü ağ eləsin, necə ki, sən mənim üzümü ağ elədin. Amma əgər insan namazı vaxtında qılmasa, şəraitinə əməl eləməsə, yəni namazı düzgün yerinə yetirməsə, ya tələsməklə, ya fikri başqa yerdə olmaqla, başqa şeylərlə, şəraitinə riayət eləməsə, bu qara bir nura dönəcək və səma qapıları bunun üzünə açılmayacaq. Və o, üz tutacaq öz sahibinə, deyəcək, Allah səni zay eləsin, necə ki, sən məni zay elədin. Bu namaz Allah Taala bir hikmətdir ki, insanlar üçün qərar verib. Namazın çox böyük faydaları var, təbiidir. Bu, saya gəlməyən faydalardır. O, bir neçəsini inşallah burada biz xatırladarıq Allahın köməkliyi ilə. Bunun birincisi budur ki, namaz qılmaq buna səbəb olur ki, günah əhli, başqa yolun əhli namaz qılanların içinə girib ona rəhbərlik eləyə bilməsin. Yəni, namaz qılanda piş namaz, yəni imam, ədalətli olması şərtdir. Halalzadə olması şərtdir. 12 imamçı olması şərtdir. Bu şərtlər ki, qoyulub, bu imkan vermir ki, qıraqdan kimsə namaz qılanları dağıda biləcək, bunları tamam başqa pis yollara apara biləcək adam qabağa gələ bilməz. Ədalətin özü, ədalət namazda, həyatda ədalət başqa şeydir. Namazdakı ədalətdən məqsəd 3 dənə şeydir. Yəni, bu adam böyük günahları eləmir. Böyük günah eləyən adam deyil. İkincisi, kiçik günahlarda israr eləmir. Yəni, kiçik günahları təkrar eləmir. Yəni, qəhqəhə ilə gülmək kiçik günahdır. Şit zarafatlar eləmək kiçik günahdır. Məntiqsiz zarafatlar eləmək kiçik günahdır. Belə şey indi düşəndə, məsələn, ola bilər kimsə eləyə, bu ona xələl gətirməz, ziyan vurma. O biri də var ki, bu şeyi insan adəti eləyə. Belə bir adam piş namaz dayana bilməz. Və üçüncüsü, mürüvvətə zid hərəkət eləmir. Yəni, kişiliyə zid hərəkət eləyir. Yəni, düşük deyil. Özünü aparmağın qaydasını bilir, ciddiliyi var. Bu 3 dənə şərt kimdə varsa, bu olur adil, ədalətli. Və bu, piş namaz dayanıb, namazı, cəmaat namazında piş namaz dayana bilər, imamlıq eləyə bilər. Ki, İmam Cəfər Sadiq Əleyhisselam buyurur ki, La tusəlli illa xəlfə mən təsiqu bidini. Sənin dinində etibarlı olan adamdan başqasının arxasında namaz qılma. Deməli, insan etibar eləmədiyi və yaxud aşkar bilir, bu günahkardır. Və yaxud da bu bilmir, başqası inandığı adam bunu deyir ki, bu filankəs günahkardır, bu işin yiyəsidir, filankəsin heç dinə dəxli yoxdur və s. Ona görə də
bu möminlərin birliyi və rəhbərlikdə onlara heç kimin gəlib rəhbərlik eləyib onu batil yollara aparmamağı üçün bir böyük hikmətdir. Ki, insan ki namazda, dedim ki, Allah Teala Allahu Ekber əsas namazın devizidir. Təkbirətül ehram başlığıdır ki, Allahu Ekberlə başlayır və yeganə vacib Allahu Ekber budur. Qalan Allahu Ekberlər müstəhəbdir namazda. Yəni, mömin ki, namaz kimədir? Namaz Allah Teala'ya. Namaz Allah Teala ilə insan arasındakı rabitədir. Mömin ki, Allah Teala ilə ünsiyyəti qurulur və o mömin ki, Allahu Əkbər deyir, namaz insana Allah Teala'nı yaxşı-yaxşı tanıtdırır. Mərifətini çoxaldır. O adam ki, bildi ki, Allah Teala hər şeydən böyükdür, bilməlidir ki, başa düşür ki, Allah Teala hər cəhətdən böyükdür. Nə cəhətdən böyükdür? Allahu Əkbər, Allah böyükdür. Nə cəhətdən? Hər bir cəhətdən. Təsəvvür olun və yaxud oluna bilməyəcək bütün şeylərdən böyükdür. Hər bir şeydən, hər bir ölkədən böyükdür, hər bir adamdan böyükdür, hər bir alimdən böyükdür, hər bir təcrübəlidən böyükdür, hər bir istedadlıdan böyükdür, hər bir bacarıq, hər cəhət insanın ağlına gələ, Allah ondan böyükdür. Bu ki, böyük dedi, Allahu Ekber dedi, bu üçün Allahu Ekberin yanında milyarddan çox əhalisi olan Çin heç nədir. Hindistan onun üçün heç nədir. Odur ki, İmam Hüseyin Aleyhisselam niyə getdi? Niyə heç düşünmədi ki, bu bir xilafətin üstünə gedir ki, bir tərəfi Mərakeşdədir, o biri tərəfi Hindistana çatır. Belə bilin. Yəni, insan ki, Allahu Ekber dedi, ola bilər. Bu davamiyyətli ki, olur insan gərək namaza diqqət niyə görə deyirlər? Namaza birdən biri ola bilməz. Kim ki, namaza başladı, Allah Ekber dedi, başladı, bugün namaza gəldi. Bu, hələ o təsəvvürdə ola bilməz. Buna zaman lazımdır ki, o şey bunda qaynanır. Dünənki dedik, o iman yaransın, əməlin nəticəsində iman yaranır. Bu, yavaş-yavaş olur. Bu, yavaş-yavaş oturur, geçsən, hansı bir ölkəyə, təyyarəyə minirsən, buradan filan ölkəyə uçacaqsan. Pəncərəsindən baxırsan, görsən ki, bina aeroportu, binanın adı görürsən, ancaq o həddi görürsən. Binanın yanını, maşınlar dayanıb. Təyyarə biraz qalxdı yuxarı, təkcə oranı yox, bütün binəni görürsən. Biraz da qalxır yuxarı, Bakının böyük bir hissəsini görürsən. Biraz da qalxır yuxarı, bütün Abşeron yarımadasını görürsən. Biraz da qalxır görürsən, Xəzərin başdan başa görürsən, bütün Azərbaycan görürsən. Bir də baxırsan, bütün yer kürəsini görürsən aşağıda. Sən ucaldıqca onlar kiçilir. Allahu Ekber, insan ki Allahu Ekber dedi və namaza başladı. Namazı ki sidqi qəlblə, mariflə, mərifətlə qılmağa başladı. Hər gün namazı onun tərəqqiyə, kamala, inkişaf oldu. Allahdan qeyri şeylər başlayır bunun gözündə kiçilməyə. Həyatda hər şey bu üçün kiçilməyə doğru gedir. Bu birincisi. İkincisi, namazda bilirsiniz ki, Fatihə surəsi vacibdir namazda. Və Peyğəmbərin məşhur səhih hədisi var. La sələtə illa bi Fatihətil kitab. Fatihəsiz namaz yoxdur. Yəni, ikinci Fatihədən sonra surəni ixtiyar sahibisən, hansı surəni oxuyursan oxu. Amma Fatihə mütləq oxunmalıdır. Fatihə özü yenə də insana bir dərsdir. Nə dərsidir? Fatihə özü deyir ki, hamiyə etibar eləmək, ha. İnsanlara hamiyə etibar eləmək olmaz. İnsanları tanımaq lazımdır. İmam Cəfər Sadiq Aleyhisselamın yanına gəldilər, dedilər ki, ya imam, bir mümin var, biz gəldik, biz səfərə gedəndə, biz buna fikirləşdik ki, bu mümindir, əmin adamdır da bu. Əmanət verdik buna. Getmişik səfərə. İndi gəlmişik ki, həmin adam yoxdur, əmanətləri satıb özdə qaçıb. Mömin adam niyə belə eləyir? Xəyanət eləyir. İmam buyurdu ki, əmin və mömin adam heç vaxt xəyanət eləməz. Bu sizsiz ki, mallarınızı xainə tapşırmısınız.
Yəni, hamiyə elə, qonşudur, bu filan kəs, elə kimə gəldi, etibar eləmək olmaz. Olmaz ki, nə olsun, bu bizləndir, bu filan kəsdir. Mən gözümün qabağında döyüşdə, meymanədə, o cür çətinliklə, zadla bir yol yer tapdıq çıxmağa, orayla çıxırıq, orada yaralılarımız da var idi. Bizim yoldaşlardan biri, əski döyüşlərdən bir yerdə qaldı, bir otaqda qalırdıq onunla. Bu avtomatını kiməsə verdi ki, vermən yox, qalmışdı orada, hamı qaça-qaçdı, gedir, gördü ki, götürən yoxdur bunu, gəl götürək, avtomatını kiməsə verdi ki, bu yaralını çıxarsın, bu ermənilərə əsir düşməsin. Bunu götürdü, sonra da o hisslər ki vardı, o ehtiraslar şeylər ki keçirdir, o həyəcanlar, zadlar ki keçirir. Sonra yadından çıxdı ki, kimə verib avtomatı. Özümüzünkilərdən ha. Heç kim də boynunu almadı ki, kimdədir. Heç kim də onun boynuna. Onun dərdindən gəlmək istədi, qayıtmaq istədi, qoymadılar ki, avtomatı ver. Sonra onu bir dənə qanlı bir döyüş oldu. Ora məcbur oldu getməyə ki, gedim bəlkə bir dənə ermənidən avtomat götürüm oradan. Gəlin bulanın avtomatını verim, çıxım gedim. Orada da şəhid oldu. Yəni çox pis döyüş idi. Elə bir döyüş idi ki, qurtulmaq heç kimin ağlına gəlmirdi o döyüşdən ki, kimsə oradan salamat çıxa biləcək. Yəni, Fatihə surəsi öyrədir ki, hamiyə etibar eləmək olmaz. Sıratəl-ləzinə ən'amtə aleyhim. Məni o yola apar ki, ilahi, sən o yola gedənlərə neymət vermişsən. Qeyril məğzubi aleyhim. Bəziləri var ki, sən onlardan qəzəblisən. Deməli, səndən də uzaqdır. Allah onlara qəzəblidirsə, sən də qəzəbli. Vələzzalin, azmışlardan uzağam. İnsanlar iki cürdür. Ya aşkara Allaha qarşı mübarizədədirlər, ya da Allaha qarşı mübarizə aşkara deyirlər, azıblar yollarını. Göstərir ki, hər adama etibar eləmə. Namaz məktəbdir bir dənə. Hər adama etibar eləmək olmaz. Bilməlisən ki, yer üzündə hamı ənəmtəleyhim deyil. Allahın ondan qəzəbləndiyi insanlar da var, aşkara günahlar eləyən, aşkara cinayətlər eləyən və yolunu azmış adamlar var, insanlıqdan uzaq, şərəfini, heç bir şeyini bilməyən adam. O adamdan hər şey çıxar, hərçən ki, aşkara günah eləmir, aşkara cinayət eləmir, amma dinə də laqeyddir, dini də vecinə almır, Allahı nəzərə almır, Allahı nəzərə almırsa, səni də nəzərə almaz. Sədi Şirazinin bir şeiri var Gülüstanda. Deyir, namaz qılmayana borc vermə aman, aclıqdan şikayət etsə də haman. O Allah borcunu vermirsə əgər, bəndənin borcunu necə ödəyər? Bu adam Allahı saymır, Allahın borcunu vermirsə, istəyən o sənin də pulu verməz, sənin də əmanəti verməz. Yəni, namaz bir dənə məktəbdir ki, hər kəsə etibar eləmə. Bu Fatihə ona görə hər rəkətdə var bu Fatihə ki, yadında olsun, hamı elə etibarlı deyil, kimə gəldi, nəyə gəldi, tapşır. Ehtiyatlı olmaq lazımdır. Buna Quranın özündə çoxlu, Quran özü də bir məktəbdir. Fatihə onun bir cüzüdür Quran-ı Kərimi. Quran-ı Kərimdə Quran buyurur ki, Nisa 93-də və mən yəqtul müminən mütəəmmidən. Allahın qəzəbi, elə adamlar var ki, Allah ona qəzəblidir. Allah ona qəzəblidirsə, deməli, sənə görə qəzəblidir. Allahın özünə neyə bilər ki bu? Bu sənin üçün təhlükəlidir, ona görə Allah ona qəzəblidir. Allah üçün nə olar, neyə bilər ki? Heç nə. Allahın qəzəbi bizim özümüzə görədir. Əli əleyhissalam Nəhsül Bəlağədə bir gözəl bir sözü var, buyurur ki, həmd olsun o Allaha ki, yer üzündə olan bütün insanların mümin olmağı Allaha zərrə qədər xeyir verməz. İnsan özü üçün Allah burada nə qazanır ki, bütün hamı mümin oldu. Və həmd olsun o Allaha ki, yer üzündə olan bütün insanların kafir olmağı ona zərrə qədər ziyan vurmaz. Allah kimə qəzəblənirsə, bu sənə mənə görə qəzəblənir. Bizim üstümüzdə. Elə bir mənlə, ya sənlə, küzlərdən kimlənsə bir başqa bir düşmən adam vuruşur, dostun gəlir, dostun ona qəzəblidir. Buna neyinib ki, dostu var? Sənə görə qəzəblidir də. Yəni, Allah da kimə qəzəblidirsə, o bizə görə qəzəblidir, onun özünə görə yox ki. Yəni, görsən, mən qəzəbliyəm, sənə görə sən də qəzəbli ol. Kimə qəzəblidir? Birinci, Nisa 93. O adam ki, mümini nahaq yerə qəsdən öldürə.
Bu adam başqa mömini öldürübsə, istənə o səni də öldürər. Və sənin müminin qardaşıdır. Sənin deməli qardaşını öldürüb. Gafir 35. Əllezine yucadiluna fi ayatillahi bighayri sultanin atahum kabura makdan indallahi və indallezine amanu. Allah Taala və möminlər qəzəblidirlər o adama ki Allahın ayələri üstündə səninlə mübahisə eləyir. Allahı dini səhv çıxarmağa çalışır. Cədəl eləyir ki, başa salsın ki, namaz səhvdir, filan şey səhvdir, filan şey səhvdir. Allah ona qəzəblidir və möminlər. Deməli, sən də qəzəbli ol. Və əxzihumur riba. Riba alanlara qarşı qəzəbli ol. Riba alan adamlardan ehtiyat elə. Sələmlə dolanan adamlardan ehtiyat elə. Kim riba ilə məşhur cəmaata pul verir, sələmə alır. O haram ki yeyir, həmin haram yiyənlər İmam Hüseyni qətlə yetirdilər də. Aşura günü gəldi, imam buyurdu ki, bilirsiniz siz niyə mənim üstümə gəlmişsiniz, niyə görə Peyğəmbəri imamını saymırsınız? Ona görə ki, muliət butunukum haramən. Sizin qarınlarınız haramla doludur. Yəni bir adam ki haram yeyir, ondan ehtiyatlı ol. İnnə şaniyəkə huvəl əbtər, Kövsər surəsi. Peyğəmbərin ki, övladı, oğlan övladı yox idi, bir dənə Qasım idi, o da vəfat elədi 6 aylığında. Dedilər ki, əşi, bunun oğlu yoxdur. Deməli, bunun nəsli kəsiləcək. Bunun nəsli kəsiləcək. Peyğəmbərlə düşmənçilik yəni. Bunun nəsli kəsiləcək. Və Allah Teala xanım Fatimə-i Zəhranı bəxş elədi Rəsulullaha və buyurdu ki, İnnə şani əkə, həqiqətən sənin düşmənin özü naqis olacaq, özü sonsuz olacaq. Sənin nəslin isə buradan xanım Fatimə-i Zəhra vasitəsi ilə artacaq. Deməli, Peyğəmbəri istehsal edən, Peyğəmbəri qəbul eləməyən adamdan ehtiyatlı ol. Yəni, Quran özü də və s. ayələr çox dədin artıq. Yəni, namazın özünə gələndə, namaz özü insana xatırladır ki, hər dəfə Fatihə surəsinin içində ay insan hamıya bir gözlə baxma, ixtiyarın yoxdur hamıya bir gözlə baxmağa. Özü məhv eləyərsən. Ehtiyatlı olmaq lazımdır. Hamı hələ mömin deyil. Onun arasında Allahın qəzəbləndiyi insanlar da var ki, Allah onların nəzirlərindən qəzəblidir. Yolunu azmış insanlar da var. Hamıya ürəyini açma, hamıya hər şeyi demə. Başqa bir cəhətdən namaz insanın şeytana qarşı mübarizədə insanı həmişə ayıq saxlayır. Quran-ı Kərim buyurur ki, və əqimis sələtə li zikri. Namaz qıl ki, mən sənin yadında olum. Şeytan nə deyir? Deyir, mən səni bunların yadından çıxaracam. Mübarizə bundan ötürüdür. Şeytan deyir ki, Allahı yada salma. Allahın varlığını bilməyən adam var, yoxdur elə bir. Hamı Allahın varlığını bilir ki, bəli, Allah var. Quran-ı Kərimdə nə qədər peyğəmbərlərin əhvalatı ki var, gəliblər qövmlərinə, xalqlarına hidayət eləmək, başa salmağa, bütün Quran üzündə bir dənə ayə tapmaq olmaz ki, hər hansı bir peyğəmbər gəlib deyək ki, ay cəmaat, Allah var. Belə bir kəlməni heç kim tapa bilməz. Çünki məlum, hamı bilir ki, Allah var. Müşriki də bilir Allah var, kafiri də bilir, hər yolla gedən bilir ki, Allah var. Söhbət nədir? Şeytan nə deyir? Şeytan deyir ki, mən səni bunların yadından çıxaracam. Yadından çıxarmaq nədir? Bu bilir içində, amma yadına gətirmir. Qoymur yadına salsın Allahın varlığını. Çünki Allahın varlığını yada salsa, bu günahın dalıcan gedə bilməyəcək axı. İmam Rıza Aleyhisselama dedilər ki, ya imam, biz hardan bilək ki, Allah Taala'nın bizim nəzərimizdə Allah Taala'ya verdiyimiz dəyər nə qədərdir? Allahı biz kim bilirik? Səviyyə, hansı səviyyədə? Biz bunu hardan bilək? İmam buyurdu ki, günah edən anda Allahı yadva sal. Gör Allah sənin kimdir?
O Allahın əsl simasıdır, sənin qəlbində olan simasıdır. Günah eləyən anda Allahı yadıma salır. Yəni insan, şeytan deyir, mən bu unutturacam. Dostoyevskinin bir sözü var. Deyir ki, dünyada olan bütün haramların halal olmağı için bir yol var. O da budur ki, Allah kənara qoyulsun. Yəni Allah kənara qoyulsa, dünya bu üçün haram yoxdur ki, həyatda. Hər şey halaldır. Yəni namaz, insan hər namazı qılmaqla, gündə neçə dəfə namaz qılmaq, neçə dəfə fatihələr, başqa zikirləri deməklə, daimi Allahın yadda saxlamaqla göstərir ki, yox, Allah mənim yadımdadır. Bu çıxma belə tezliklə bu yaddan çıxmaz. Çünki zaman lazımdır bir şey insan yaddan çıxarmaq üçün. Gərək bir fasilə versin ki, yavaş-yavaş tədricən Allah o gözündə kiçilsin, sonra yaddan çıxara bilsin. Bu birdən-birə insan onu eləyə bilməz. Namaz insanın paklığı, təmizliyi üçün bir vasitədir. Nəcis paltarla namaz qılmaq olmaz. İnsanın paltarı gərək pak ola. Bir yeri bulaşdı, gedib gərək oranı yuya ki, nəcis halda namaz batildir. Bədəni həm pak, həm bədən pak olmalıdır, həm paltar pak olmalıdır. Namaz insanı təkəbbürlüyə qarşı eləyir. Namaz qılan insanda təkəbbür olmaz. Yəni insan namazın içinə girənlərdən ki, o ki, namazı zahirindən söhbət, həqiqi namaz qılanları nəzərini tutmuşuq. Xanım Fatimə Zəhranın da xütbəsində belə bir söz var. Xanım buyurur ki, Fərəzəllahu sələtə təthirən lil-kibr. Allah Taala namazı ona görə vacib edib ki, insanlardan təkəbbürlüyü götürsün. İnsan 17 rəkət namazdır. Hər insan hər gün ən az 34 dəfə ən hündür yerini ən aşağı yerə qoyur. Bu insanın içindəki kibri, təkəbbürü sındırır.